yox, bir platformanın haqqında məlumat verəcəm sizə mən Xronos info saytı haqqında. Bu portalda əsasən tarix üzrə dərslər, həmçinin dərslərə aid qısa konspektləşdirilmiş məlumatlar, testlər, sınaqlar, həmçinin ödənişli sınaqlar, vebinarlar haqqında elan, nəşrlər haqqında məlumat və nəşrlərin sifarişi platforması hamısı burada öz əksini tapmışdı. İndi bunların haqqında bir-bir əyani şəkildə göstərəcəm mən sizə. İlk öncə yuxarı hissədən nəşrlərin onlayn satışı hissəsindən başlayaq. Bu bölməyə daxil olduğumuz zaman aşağıda ümumi nəşrlərin hamısının haqqında məlumatlar yer almışdı. Onların qiymətləri, onların haqqında ümumi məlumatlar, hamısı haqqında geniş, detallı məlumat əldə edə bilərsiniz. Və günü-gündən də bura yeni nəşrlər əlavə olunur. Nəşrləri sifariş edən zaman həm elektron formada, yoxsa kağız daşıyıcısında kitab kimi əldə etmək istəməyi özünüz təyin edə bilirsiniz. Hər hansı bir nəşri istəsəz, onun üzərində düyməni sıxan zaman onun haqqında məlumatlar hamısı öz əksini tapır. Səbətə əlavə edib, ən sonda isə artıq səbətdən sifarişinizi təsdiqləyə bilərsiniz. Daha sonra isə geri qayıdaq. Burada sınaq imtahanına qeydiyyat var. Bildiyimiz kimi ödənişsiz sınaqlarımız təşkil olunur, ödənişsiz vebinarlarımız təşkil olunur. Buradan siz həmin imtahan və vebinara qeydiyyatdan keçə bilərsiniz. Virtual dərs vəsaiti hissəsində isə qədim dövr demək olar ki, bura tam şəkildə yerləşdirilmişdir. Məsələn, ümumi tarix, qədim dövr. Məsələn, qədim Misir mövzusu üzərinə klikləyirik. Burada artıq qədim Misir mövzusu qısa şəkildə izahlı, vizual cəhətdən biraz da yaxşılaşdırılmış formada təqdim olunur. Bu bölmə sizin nə kimi işinizə yaraya bilər? Adətən elektron lövhə ilə, proyektorla dərs keçən zaman siz bu materiallardan istifadə edə bilərsiniz. Video dərslər hissəsinə baxaq. Təbii ki, bu bölmələrin hamısı yavaş-yavaş demək olar ki, zənginləşdirilir. Yeni mövzular hamısı çəkildikcə, hazırlandıqca əlavə olunur. Video dərslər hissəsində isə artıq siz hansı mövzunu istəsəz, onun üzərinə vurub, klikləyib dərsin video qeydini izləyə bilərsiniz. Daha sonra isə mövzu testləri hissəsinə baxacağıq biz. Mövzu testləri hissəsində mövzular üzrə bildiyimiz kimi testlərdir. Yəni, hər hansı bir ixtiyari bir mövzunu seçib, orada həmin testin üzərinə vurub işləyə bilərsiniz hal-hazırda. MİQ və sertifikasiya sınaqları bölməsi haqqında da məlumat verim. Burada isə artıq demək olar ki, 8 sınaq tam ödənişsiz, daha doğrusu 9 sınaq tam ödənişsiz qaydada təqdim olunub və aktivdir. Bəzi sınaqların video izahları da yerləşdirilib, bəzilərində isə hələ də hazırlanır. Onlar, amma sınaqların hamısı aktivdir. İstədiyiniz sınaq, məsələn, sınaq 8-ə daxil olaq biz, imtahana başla düyməsini sıxırıq və MİQ və sertifikasiya imtahanlarında iştirak edənlər bilir ki, yuxarıda şkalı olur həmişə, sualların nömrələri olur, naviqasiya paneli kimi. Cavablandırdığımız sual yaşıl işarə ilə orada düşür. Baxmadığınız suallar şəffaf, baxıb cavablandırmadığınız suallar isə belə çəhrayı rəngdə olur. Sol hissədə kalkulyator var. Burada müəyyən il hesabları filan. Siz həmin kalkulyator vasitəsilə işləyə bilərsiniz. Yenidən ana səhifəyə qaydırıq. Aşağıda isə ümumi xidmətlər haqqında məlumatlardır. Abituriyent hazırlığı, MİQ hazırlığı, sertifikasiya hazırlığı, dərslərə qeydiyyat formu, Xronos Olimpiyadasının ilk 5-ci siniflər üçün ilk sınağı da həmçinin istifadəyə verilib, daxil olub burada şagirdlərinizə işlədə bilərsiniz. Qruplar haqqında məlumatlar var burada. Material qrupu, sınaq qrupu və ya ödənişsiz qrup, hazırlıq sisteminin ümumi A-dan Z-yə necə təşkil olunması, hamısı burada öz əksini tapmışdır. Linki həmçinin şərh bölməsinə buraxacam mən. Kimin nə sualı olsa, şərh bölməsində bizə yaza bilər. İzlədiyiniz üçün təşəkkür edirik.